Təsəvvür edin ki, otağınızın tən ortasında dayanmısınız, əlinizdə belə yekə bir lupa var və divarların küncündə, mebellərin arxasında diqqətlə nə isə axtarırsınız. Aha. Və kimsə içəri girib soruşur ki, nə axtarırsan? Siz də çox ciddi şəkildə deyirsiniz ki, Wi-Fi siqnalını axtarıram. Bilirəm ki, buradadır, internetə qoşuluram, amma yəni siqnalın özünü görə bilmirəm. Düzdür. Kənardan çox komik mənzərədir. Tamamilə absurd görünür, elə deyilmi? Çünki hamımız bilirik ki, rəqəmsal bir dalğanı, yəni fiziki bir şüşə parçası ilə, lupa ilə görmək sadəcə qeyri-mümkündür. Alət səhvdir. Bəli, alət bizim gözləntimizə uyğun gəlmir. Məhz belə. Amma bugün sizə deyəcəyim odur ki, biz bəşəriyyət olaraq minillərdir tamamilə eyni absurd vəziyyətin içindəyik. Biz bu boyda kainatın, yəni həyatın, hər nəfəsimizin memarını, yaradanı məhz o səhv lupa ilə, fiziki gözlərimizlə axtarırıq. Və sonra da təbii olaraq tapmayanda məyus oluruq. Hətta bəzən inkar edirik. Baxın, bugünkü dərin təhlilimizdə biz sizi o öyrəşdiyiniz sadəcə sümükdən, qandan ibarət bioloji varlıq çərçivəsindən tamamilə çıxaracağıq. Bu, çox iddialı və mühüm bir hədəfdir. Bəli, bizim bugün çox unikal bir mənbəyimiz var. Vahid Rzayev və Fikrət Rzayevin Yaranış adlı söhbətinin 3-cü hissəsi olan maddilikdə axtarma mətninə əsaslanacağıq. Və missiyamız bəşəriyyətin o ən təməl sualını cavablandırmaqdır. Biz niyə yaradanı görmürük? Sizin bu Wi-Fi analogiyanız əslində mənbənin irəli sürdüyü o təməl problemi dəhşətli dərəcədə dəqiq vizuallaşdırır. Yəni, baxın, insanın reallığı dərk etməsi fəlakətli dərəcədə məhdudlaşıb bugün. Necə yəni fəlakətli dərəcədə? Biz axı elmdə, texnologiyada bu qədər irəliləmişik. İrəliləmişik, amma biz fiziki qanunlara, materiyaya o qədər bağlanmışıq ki, özümüzü, yəni insanı sadəcə bioloji bir mexanizm olaraq qəbul etməyə başlamışıq. Mənbədə çox dərin bir mənəvi analiz var. Biz yaradanı niyə görə bilmirik? Səbəb kainatın çox böyük olması filan deyil. Bəs nədir? Səbəb birbaşa bizim şuurumuzun konfigurasiyasındadır. Yəni, insan psixologiyası hər şeyi formaya, cildə, həndəsi ölçülərə salmağa proqramlaşıb. Biz ən mücərrəd hissləri belə rəsmlərlə, obyektlərlə ifadə edirik, düzdür? Aha, həmişə bir simvol axtarırıq. Bax, məhz və iş yaradanı dərk etməyə gələndə beynimiz avtomatik eyni tələyə düşür. Biz onu da özümüzə bənzər bir cisimdə, bir materiyada axtarmağa başlayırıq. Bizə toxuna biləcəyimiz bir heykəl lazımdır, baxa biləcəyimiz bir fotoşəkil. Ya da göydə oturan saqqallı bir kişi fiquru, necə ki rəsmlərdə çəkirlər. Tamamilə. İnsan şuuraltı olaraq fiziki bir portret tələb edir. Amma bir dəqiqə, yəni mən burada bir qədər fərqli düşünürəm. Biz axı bioloji varlıqlarıq, düzdür? Yəni mən ətrafımdakı ağacı, dənizi, başqa insanları gözümlə görürəm, əlimlə toxunuram, hər şeyi belə dərk edirəm. Niyə beynimin bu ən böyük gücü də eyni formada görmək istəməsi qəribə olmalıdır ki? Yəni doğrudanmı biz fərqli cür düşünə bilmərik? Bilirsiniz necədir? Bioloji mühitdə yaşamağımız əlbəttə ki, qavrayışımıza təsir edir. Amma mənbənin irəli sürdüyü bir tarixi kontekst var. Bu çox önəmlidir. Deməli, qeyd olunur ki, 1000 illər boyu bəşəriyyətə yaradan haqqında həqiqəti heç vaxt tam olduğu kimi deməyiblər. Niyə deməyiblər? Gizlədiblər. Çünki kütlənin şuuru maddiliyə o qədər batmışdı ki, onlara sərhədsiz, formasız, məkansız bir varlığı izah etmək, yəni bu sadəcə qeyri-mümkün idi. Onlar yalnız özlərinə bənzəyən bir gücə elana bilərdilər. Lakin tarixə baxsanız, o dərin dərk səviyyəsinə çatanlar... O pərdənin arxasını görənlər... Bəli, onlar heç vaxt deməyiblər ki, mən yaradanı filan formada, filan qiyafədə gördüm, seyir. Onlar həmişə bir ifadə işlədiblər. Mən onu bir nurda gördüm, amma özünü görə bilmədim. O gözə görünməzdir. Aha, nurda gördüm. Yəni ortada bir bədən, fiziki bir cild yoxdur. Heç bir cild yoxdur, sadəcə işıq var. Və biz o müqəddəs nuru ətdən və sinirdən ibarət torq işağımızla, bioloji gözümüzlə tutmağa çalışırıq. Mənbə deyir ki, bu kökündən yanlışdır. Baxın, əla məqamdır, amma burada mənim eynimdə böyük bir paradoks yaranır. Biz deyirik ki, adi insan bioloji məhdudiyyətinə görə bu nuru görə bilmir. Yaxşı, bəs peyğəmbərlər necə?
Məsələn, Məmmədə adı çəkilən Həzrəti Zərdüşt, Həzrəti İsa, Həzrəti Məhəmməd. Axı onlar da bizim kimi yeyən, içən, yatan, maddi dünyada gəzən insanlar idi. Aha, ən çox verilən sualdır bu. Bəs onların bizim biologiyamızdan fərqi nə idi ki, o nuru dərk edirdilər? Bu reallığın bəlkə də ən mürəkkəb qatıdır. Mənbə çox aydın izah edir. Peyğəmbərlər, yəni seçilmişlər və göndərilənlər bəşəriyyətlə eyni bioloji formanı paylaşırlar, bəli. Amma onların daxili funksiyası və enerjisi tamamilə başqadır. Biz onları adi məntiqimizlə, bioloji düsturlarla ölçə bilmərik. Yəni onların fərqli bir mexanizmi var. Məhz. Və mətndə belə bir açar verilir ki, müqəddəs kitabları və peyğəmbərləri anlamaq üçün baxın, mütləq ilahiyyat elmini bilmək lazımdır, yoxsa başa düşmək mümkün deyil. Mənbədə hətta Hüseyn Cavidin adı çəkilirdi, səhv etmirəmsə, düzdür? Bəli, Hüseyn Cavidin adı xüsusi qeyd olunur. Niyə? Çünki ilahiyyatdan xəbəri olmayan bir adam kitabı açanda Cavidin əsərlərini sadəcə qafiyəli şeir və ya adi bir dram kimi oxuyur. Sadəcə ədəbiyyat kimi. Elədir. O əsərlərin alt qatındakı kosmik nizamı, ruhun səviyyələrini görə bilmir. Çünki o kolu açacaq elmi yoxdur. Peyğəmbərlərdə də eyni məntiqdir. Onlar bəşəriyyətə ilahi icraatlar gətirirlər. Biraz dayanaq burada. İlahi icraatlar deyəndə məhz nəyi nəzərdə tutur mənbə? Çünki biz adətən dinə bir ritual, bir qadağalar toplusu kimi baxırıq. Yəni, bu icraatlar əslində nədir? Bax, elə problem də oradadır. Biz onları ritual kimi gördüyümüz üçün əsl mahiyyətdən uzaqlaşmışıq. Səcdə etmək, su ilə paklanmaq, oruç tutmaq bunlar insana sadəcə fiziki əziyyət vermək və ya vaxtını almaq üçün deyil. Mənbəyə görə bunlar yaradana qalxmaq, paklanmaq üçün bir mexanizmdir. Yəni ruhu maddelikdən qoparmaq üçün bir növ alətdir? Tamamilə. Peyğəmbərlər özlərindən nəsə uydurmurlar. Onlar sadəcə yaradanın deyimlərini, bu mexanizmləri bəşəriyyətə çatdırırlar. Və ən maraqlısı odur ki, onlar maddiliyin içində olsalar da, yavaş-yavaş bu asılılıqdan uzaqlaşa bilirlər. Hətta mənbə qeyd edir ki, onların ailə üzvləri belə, eyni evdə yaşayıb o auradan bəhrələnsələr də, heç vaxt peyğəmbərlər qədər pak ola bilmirlər. O toxunulmazlıq sadəcə seçilmişlərə aiddir. Gözləyin. Bax, burada mənim çox ciddi bir müdaxiləm olmalıdır. Çünki beynimdə böyük bir ziddiyyət yarandı. Buyurun. Biz deyirik ki, məqsəd maddilikdən, yəni bu fiziki bədəndən uzaqlaşmaqdır. Bəs o zaman niyə tarix boyu bədəninə dəhşətli əzablar verən insanları biz müqəddəs, uca saymışıq? Aha, zahidləri nəzərdə tutursunuz. Bəli də, məsələn, dağlara çəkilən, günlərlə açsuz qalan, özünü qamçılayan o tərki dünya adamlar. Onların məntiqi də eyni deyilmi? Bədənimə nə qədər çox əzab versəm, ruhum bir o qədər azad olar. Yəni, fiziki olmaq bir yükdürsə, bədəni incitmək ən qısa yol sayılmamalıdırmı? Baxın, sizin bu qurduğunuz məntiqi zəncir 1000 illərdir bəşəriyyətin inandığı ən təhlükəli illüziyadır, ən böyük yalandır. Və mənbə bu məsələyə bəlkə də mətnin ən kəskin reaksiyasını verir. Doğrudan? Necə yəni? Mətndə açıq və birmənalı şəkildə yazılıb, insanın məqsədli şəkildə özünə verdiyi cismani əzabla yaradana qalxması qətiyyən mümkünsüzdür. Qətiyyən. Yəni, o qədər əzab, işgəncə boşunadır. Boşuna olmaqdan əlavə dağıdıcıdır. Cisimdən imtina etmək, ona işgəncə vermək demək deyil. Mənbə bunu bioloji baxımından çox gözəl izah edir. Bir insan günlərlə ac qalanda, susuz qalanda, bədəninə xəsarət yetirəndə onun beyni funksiyasını itirir. Reallıq hissi itir. Aha, bioloji çöküş başlayır. Bəli. Və o ekstremal əzab insanı sadəcə ilğıma, yəni halüsinasiyaya sürükləyir. Əzab çəkən beyin qorunmaq üçün öz-özünə obrazlar, saxta səslər yaradır. O dərviş də elə bilir ki, yaradanın səsini eşidir və ya hansısa ilahi məqama qalxıb. İnanılmazdır. Yəni, siz demək istəyirsiniz ki, o mistik mənzərələr əslində ucalmaq deyil, sadəcə beynin bioloji olaraq sıradan çıxmasıdır. Tamamilə belədir. Axı yaradan özü bir mütləq paklıqdır, harmoniyadır. Niyə görə belə bir mütləq paklıq özünü egoistcəsinə bədənini məhv edən, ağlı dumanlanmış, çirkli bir şura bəyan etsin? Bu, yaradanın təbiətinə tam ziddir. Mənbə deyir ki, heç kəs ağlı və vücudu təmiz olmadan o nurla qovuşa bilməz. Bu həqiqətən də bizim, yəni, bütün o formalaşmış inanclarımızı alt-üst edən bir fikirdir. Əzab beyni korlayır, ucaltmır, çox məntiqlidir.
Yaxşı, əgər dağıdıcılıq ilahi təbiətə ziddirsə, gəlin onda o nura, o yaranış arxitekturasına baxaq. Mənbə bunu necə izah edir? Mən oxuyanda orada gördüm ki, yaradan yeməz, içməz, yatmaz deyilir və çox maraqlı bir bölgü var idi. Bəli, o arxitektura məsələsi çox riyazi və ilahidir. Deməli, yaradan mütləq nurdur. Və buradan iki əsas yaranış xətti ayrılır. Birincisi, mənbənin dili ilə desək, ağ geyimlilər, yəni mələklər. Onlar kimin təzahürüdür? Onlar birbaşa yaradanın öz təzahürüdür. Arada heç bir vasitəçi yoxdur. Bəs biz, insanlar? Bax, fərq buradadır. Biz insanlar isə birbaşa yaradanın yox, ilkin müqəddəslərin təzahür və oxşarlarıyıq. Bu, insanın özünü dərk etməsində inqilabi bir məqamdır. Baxın, bu cümlənin üzərində mütləq biraz çox dayanmalıyıq. Çünki mətnin içində mənim üçün ən böyük şok effekti yaradan yer buraydı. Hansı hissəni deyirsiniz? Adəm və Havva məsələsi. Biz uşaqlıqdan öyrənmişik ki, yəni bütün bəşəriyyət sadəcə 2 nəfərdən, bir kişi və bir qadından yaranıb. Amma mənbə tamamilə başqa bir şeydir. Deyir ki, Adəm və Havva cəmi 2 nəfərin spesifik adı deyil, bu adlar 10 müqəddəsin və onların xanımlarının ümumiləşdirilmiş adıdır. Bəli. Yəni bir cütlük yox, tam 10 müqəddəs cütlük olub başlanğıcda. Bu necə olur axı? Niyə bizə min illərdir sadəcə 2 nəfər kimi təqdim ediblər bunu? Çünki arxasında çox dərin bir sosioloji və mənəvi məntiq dayanır. Təsəvvür edin, ilkin bəşəriyyət, o ibtidai zəka, yenicə formalaşan cəmiyyət, eyni anda 10 fərqli ilahi başlanğıcı dərk edib həzm edə bilərdimi? Yəqin ki, yox. Beyinləri o qədər inkişaf etməmişdi. Əlbəttə, insan zehni həmişə ən sadə, ən təməl modelə meyl edir. Bir ata və bir ana. Buna görə də Adəm və Havva əslində bir simvoldur. O 10 fundamental sütunun kodlaşdırılmış adıdır. Biz isə fiziki olaraq məhz o müqəddəslərin maddiliyə salınmış davamçılarıyıq. Biz yerin cazibəsinə bağlıyıq. Və bu mexanizmi anlamaq üçün mənbə çox gözəl vizual analogiyalar verir. O analogiyalar mövzunu tam aydınlaşdırır. Məsələn, orada yerin nüvəsi məsələsi var idi. Düzdür. Baxın, biz hər gün bu yerin üzərində gəzirik, binalar tikirik, amma heç kim fiziki olaraq planetin düz mərkəzindəki o nüvəni görməyib, görə də bilməz. Amma bilirik ki, o nəhəng kürəni ayaqda tutan, mərkəzdəki ağ işıq qədərində enerjisi olan o nüvədir. Görünmür, amma hər şeyin təməlidir. Başqa bir ağac analogiyası da var idi. O mənim lap çox xoşuma gəldi. Aha, kəsilmiş ağac modeli. Siz bir ağacı kəsəndə düz mərkəzdə onun əsas oduncağını görürsünüz. O, yaradıcı mərkəzdir. Amma ondan kənara doğru yaranan qabıqlar, qatlar, hətta ən ucdakı budaqlar və yarpaqlar onlar artıq yaradıcı deyirlər. Onlar sadəcə icraçıdırlar. Tamamilə. Onlar mərkəzdən gələn o təməl enerjinin icraatındadılar. Yəni biz yaranış olaraq öz-özlüyümüzdə yeni bir şey yaratmırıq. Bax elə masa və qələm məsələsi də buna bağlanır. Mən həmişə deyirəm ki, bu masanı insan yaradıb, amma mənbə deyir ki, sən neçinə yaratmamısan. Bəli, insan yoxdan var edə bilmir. Çünki o masanın taxtası da, əlimdəki qələmin içindəki karbon da, plastik də, təbiətdə onsuz da var idi. O təbiəti də yaradan yaradıb. Deməli, biz sadəcə bir texnoloji proses icra edib formanı dəyişmişik. Biz ağacın uclarındakı o yarpaqlarıq əslində, mərkəz isə tam başqa bir nurdur. Bax, elə gəldiyiniz bu nəticə biz o ən böyük növbəti suala aparır. Hansı suala? Olur ki, gəlir bir bədənə girir. Elm bizə hüceyrə bölünməsini, DNT-ni izah edir, düzdür? Amma bu sadəcə fiziki prosesdir. Bəs mənəvi tərəfi? Mənbə bunu belə izah edir ki, insanın yaranışı adi təsadüf deyil. Hər bir insan üçün yaradanın öz təyinatı ilə kainatın dərinliklərindən bir işıq zərrəsi ayrılır. Bu, sırf o fərd üçün hesablanmış ilahi bir qığılcımdır. Və burada məni ən çox təəccübləndirən detal gəlir. Mən, yəni həmişə düşünmüşəm ki, ata və ana yaranışda bərabər hüquqludur. Amma mənbə deyir ki, o işıq zərrəsi gəlir və məhz qadın varlığına qovuşur. Qadın qəbul edicidir. Bəli. Bəs kişinin rolu nədir? Çox açıq yazılıb ki, kişi sadəcə maddilik qədəri iştirakçısıdır. Yəni, ana və ata sadəcə o müqəddəs zərrənin ətrafında fiziki mühiti qururlar. Amma
Bilirsiniz, burada mənim üçün ən sarsıdıcı hiss hansıydı? Buyurun. Baxın, biz bilirik ki, ana bətni tamamilə maddi, qandan və sudan ibarət bioloji bir mühitdir, düzdür? Düzdür. O işıq zərrəsi 9 ay o bətnin içində qalır, böyüyür, sonra dünyaya gəlir, illərlə bu çirkli maddiliyin içində yaşayır, amma o işıq zərrəsi heç vaxt maddiliklə çirklənmir. Bax, bu mənə çox təsir etdi. Həqiqətən də, dəhşətli dərəcədə ümidverici bir məqamdır bu. Bu insanın toxunulmazlıq konsepsiyasıdır. Yəni biz həyatda xəstələnə bilərik, səhvlər edə bilərik, ətrafımız çirkabla ola bilər, amma içimizdəki o mərkəz, o yaradanın ayırdığı işıq həmişə mütləq şəkildə pak qalır. İnsanın bütün ləyaqəti, bütün gücü o zərrənin toxunulmazlığındadır. Yəni biz qüsurlu olsaq da nüvəmiz qüsursuzdur. Bu adama böyük bir güc verir əslində. Tamamilə. İndi isə deməli gəlin bütün bu yığdığımız məlumatları, o toxunulmaz işığı, yaradanın nurunu, yaranış mexanizmlərini bir araya gətirək və ən başdakı ana sualımıza qayıdaq. Biz niyə yaradanı görmürük? Bəzən deyirlər ki, sən kimsən ki, onu görmək istəyirsən? Bu həddini aşmaqdır, günahdır. Mənbə isə məncə bunun tam əksini deyir. Bəli, mənbə çox kəskin bir şəkildə vurğulayır. Yaradanı görmək istəmək əsla günah deyil. Əksinə, əsl böyük günah yaradanı görmək istəməməkdədir. Görmək istəməməkdədir. Bəli. Mətn oxucuya deyir ki, əgər sən bu kainatda varsansa, o çirklənməyən işıq zərrəsini daxilində daşıyırsansa, o zaman səni yaradan nura niyə bu qədər biganəsən? Bəs sənin zəkan hardadır? Niyə onu axtarmırsan? Yəni, günah laqeydlikdədir. Məhz, yaradanı dərk etmək üçün, onu tapmaq üçün, o fiziki lupanı kənara atıb, daim paklanmaq lazımdır. Mənəvi olaraq kamilləşmək lazımdır. Və ən əsası mənbəni dediyi o vacib məsələ, ilkin yaddaşımızı öz əlimizə almalıyıq. İlkin yaddaş. Bilirsiniz, bu söz birləşməsi adamın beynində tamamilə yeni qapılar açır. Həqiqətən elədir. Gəlin dinləyicilərimizlə birlikdə bir anlıq düşünək. Baxın, əgər doğrudan da doğulduğumuz ilk andan etibarən daxilimizdə yaşayan, bu dünyanın heç bir stresi, heç bir travması ilə zərrə qədər ləkələnməmiş o işıq zərrəsi varsa və onun da qoruyub saxladığı bir ilkin yaddaşı varsa, təsəvvür edin ki, biz bugün elə bu dəqiqə bütün o maddi qatları, bizi narahat edən egomuzu, o ağacın qabıqlarını özümüzdən kənara ata bilirik və sadəcə o çirklənməmiş təmiz işığa baxırıq. Görəsən o işıq ilk olaraq nəyi xatırlayardı? Özünün o həqiqi, mütləq nur olan mənbəyini, yoxsa fiziki dünyaya sığmayan, tamamilə başqa, unudulmuş bir kainatı? Bax, bu haqqa mütləq biraz düşünün. O fiziki Wi-Fi siqnalını axtarmağı bir kənara qoyun və daxilinizdəki o toxunulmaz işığın əslində hara bağlı olduğunu kəşf etməyə çalışın. Məncə bundan daha dəqiq bir yekun ola bilməzdi.